Salam yoldaşlar. 6-7 aylıq fasilənin ardınca axır ki yeni video çəkmək qərarına gəldim. Yeni gəlmirəm, geri gəlirəm. Bu da mənim həmişə kimi yol arkadaşım, Editor, mənim yoldaşı, kompanyon, hər şey. Bəli. Biz hal-hazırda Romadayıq. Bu videoda çalışacağam qısa, maraqlı, net, yersiz videolarını paylaşaq. Yəni, tarixi məlumatları olsa gəlib kitablardan oxuya bilərsiniz. Bu videonun məqsədi sadəcə əyləncədir. Bir ara deyirlər ki, şahsın öldü. İndi qoy desinlər ki, nə oldu? Şahsın geri döndü. Kral geri döndü. Nəysə. Biraz da sizə indi olduğumuz yeri göstərmək istəyirəm. Kolezeyin yaxınlığı da arxa tərəfi. Payız olmasına baxmayaraq görürsünüz ki, hər yer yamyaşıl. Çox gözəl görünür. Valla gəzdiyimiz yerlərin heç birinin adını bilmirəm. Random gəzirik də. Bu səyahətdə həqiqətən plansız gəlmişdik. Ona görə videoda çalışacağım altda yerləşdirim locationlar. Maraqlı gəlsə, nə vaxtsa, yəni bir gün yolunuz Romaya düşsə gəlib görə bilərsiniz sizlər. Gəzintimiz davam edir. Bu pilləkənləri kim çıxacaq, heç bir məlumatım yoxdur. Necə çıxacaq onu da bilmirəm. Belə qəşəng mənzərə. Hə, əzizlərim, gəlmişik Panteonun qabağına. Da Panteon. Məlumat yox da. Bunun haqqında heç bir məlumatım yoxdur. Deyir ki, burada da. Bilirəm də, 1617-ci əsrdə yaradılıb. 42 deyildi be ya. 17-ci əsrdə, brat, 17 yuvarlanmışdır. Deməli, o vaxtı bu qoruma məqsədi istifadə olunub. Qıraqlarına xələylə zətlərdə suat qoymuşlar qoruma məqsədi. O papanı, sonra krallar qatları qoruymuşlar. İçərisində girəndə görəcəksin, qıraqlarda çox incə deşiklər var, oxucular qalırmış orada. Vallahi Sonradan onu çeviriblər, papa gəlib oturub burada deyib qadın alıb. Bura düşməyəmdir, hər yerdə olduğu kimi. Sonra bura olub kilsə kimi işlədik. Vallahi Raulun dediklərinin heç birindən bağlı məlumatım yoxdur. Baxın da Google-da yazılıb ki, əvvəl temple olub, sonra church eləyiblər. Kilsədir. Bunlar səhvdən görməyiblər, eləməyiblər, yəni o vaxt nə bilirlər. Mən bilirəm, dostlar Raul atır da, yesəz yeyin, yeməsəz də qalsın. Küçələrdə də belə gördüyünüz kimi yeni lavabo havası. Və bu isə şokolad mağazasıdır. İçərisini göstərmək istəyirəm sizə. Yoldaşlar, bugünün en son turistik məkanlarından birini göstərmək istəyirəm sizə.
Bu da məşhur Kolizey gecə vaxtı görüntüsü. Al sən də düş. Əzizlərim, Romada ikinci günümüzdür. Yeni ölkəyə gedirik, Vatikana. Instagramda da yeni bir başlıq adı altında ölkə əlavə etmək üçün. İnsan kalabalığı. Hiç sevmem. Burası ise Vatikan'a doğru giden yol. Let's go. Mesela valla o yolu o axıra qədər girib çıxa bilsək, yəni pickpocket qarşımıza çıxmasa valla bizə halal. Attenzione pickpocket. Axır gözümüzə maya qoyduq. Vatikana çata-çatda İstirahətdəyik. dincəlirik. Artıq 15-ci ölkəmdəyəm. Yeni ölkə, yeni nəfəs. Vatikandayıq. Burada yeni dostluqlar, yeni tanışlıqlar əldə etməyi düşünürəm. Ümid edirəm bu tanışlıqlar mənim üçün gələcəkdə faydalı olacaq. Long term relationship-lər qurmaq. Gördüyünüz kimi hər yer Vatikandır. Hər yer Vatikandır. Çox gözəl, vallahi bəyənirəm. Gəlin sizə gəlin. Gördüyünüz kimi həddindən artıq turist var. Yəni, təxminən haradasa biz nə qədər gözlədik? Bir saata yaxın gözlədik də. Yəni, növbə gözləmişik. Hamı qrup halında gəlir. Qəşəng pul var ha bu işdə. Azərbaycanlılar gör nə edirsiniz. Vatikandayıq, Vatikanda. Gördüyünüz kimi bura Roma xəritəsidir. Biz hal-hazırda buradayıq. Bütün bu işarələdiyimiz yerlərin hər birində gəzmişik. Bir sözlə Romanın viran qoydu. Romanı cövlan elədik. Ouvrons notre cœur maintenant. Nous qui sommes pauvres, nous qui sommes petits, qui nous a choisis pour le répandre autour de lui, autour de nous et partout dans le monde. Lui qui était riche, il s'est fait pauvre pour nous enrichir de sa pauvreté. McDonald's yaradıldı burada. Birinci McDonald's oldu da. Bunun logosunu görə bilərsiniz. İtalyanlar McDonald's'un qabağında spagetti pulsuz satırdılar ki, yad bir yerdə bizə şey gəlir, restoran gəlir. Biraz şuraya yox. Ya yox, gerçək fakt, özüm orada olmuşam. Süper abi, süper. Allah gəlin dostlar sizə. Səhərsə heykəl azad var. Qəşəng şey, dəyərsən, səviyyə. Əzizlərim, özümə ad günü hədiyyəsi motosiklla tur Val müəllim şofer. Salamlar. Roma küçələrində istirahət. Valla belə olmalıdır istirahət. Probkada gərgin anlar. Mənim qırmızı helmetimi yaratır da. Mən İtalyanlar. Birinin adı Unizasyonlar Giuseppe, Giuseppe Garibaldi'dir. Giuseppe Garibaldi əsas komandir olub. Giuseppe Garibaldi diyeceğim. Yok, istemiyorum.
Qabaqda isə Vatikanı görürsünüz. Biz də öz istirahətimizdə Raunla gəzirik. Roma küçələrində bayram edirik. Bura isə üzü Kolizeyə tərəf gedən yoldur. Gördüyünüz kimi. Hə, yoldaşlar. Avtobusumuzun yanındayıq. O çaklatımızı almışıq. Sizə də şokolad bulaşıb gördüyünüz kimi. Videonun davamını Florensiyada izləyərsiniz. Artıq Florensiyadayıq. Romanın o səs-küyündən, o pikpoketlərin qorxusundan görürsünüz bir də yaxınlaşdı yenə. Hə. Florensiyaya gəlmişkən özündə dedik bir dondurma gelato da alaq. Məşhurdur İtaliyada. Mango, strawberry və şokoladlısını aldım. Əladır. Bəh, 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 bəh. Bellissimo, bellissimo. Aha, bir dənə scammer. Nasıl? Scammer. Oy. Ben yok açayım. Allah. Polise de şikayet edəcək getdik də. Abla sən Florensiya turu. Ay, ay. Nə gözəldir, nə gözəldir. Hər yer çılçıraqlı, işıqlı. Merry Christmas. Hə yoldaşlar, səhər saat 8-dir, Florensiyadayıq. İndi sizə qaldığımız oteldən şəhərin mənzərəsini göstərmək istəyirəm. Hosteldən çıxdıq, indi gedirik üzü Florensiyanın o yüksəklik nöqtəsinə məşhur olan Piazzetta Michelangelo yüksəkliyinə. Burada da belə yol üstü maraqlı mənzərə var. Onu göstərmək istədim sizə. Əzizlərim, bugün səyahətimizin son günündə, son şəhərindəyik. Haradayıq bu saat? Verona'da. Bolonya'dayıq dostlar, zarafat edir. Hər yer Bolonyadır. Yoldaşlar, deməli Bolonya'da belə bir kanal var. Gəlmişdik ki, burada qəşəng fotosessiya eləyik, estetik şəkillər, videolar.
Bu deyir ha, Instagram versus reality. Bax odur bax. Quruyub. Əfsuslar olsun. Burada Bolonyanın şəhər mərkəzidir. Burada belə xərçəng falan var. Hərəkət elə çox iyrənc görünür. Balığın iyi də məni deyil. Qısmağa vadar deyəcək. İndi isə kilsənin yanındayıq. Two Towers gedir adı. Antrostu müvəqqəti olaraq bağlayıblar. Əzizlərim. Yine University of Bolonya'ya gelmişik. Qardaşız 1000 nəfər arasından top 7'də idi. Buradan qəbul almışdı. Burası gəlmədi, seçmədi. Burada da məkimizi yerləşdirmişik. Biraz işlərimiz var. İndi estetik boy oluruq da burada. Və Starbucks'ın içərisi. İki saatdan sonra avtobusumuz var. Bolonya'dan Milana qayıdacağıq. Oradan da mənim olduğum şəhərə Varesiyaya. Hava biraz soyuldu və TikTok videolarından yer görmüşdük. Hansı ki, dünyanın gözəl Starbucks'larının birinin Bolonya'da olduğunu demişdilər. Həqiqətən də gözəldir. Arxadan gördüyümüz kimi arxitekturasında binası falan həqiqətən əladır. İndi videonun növbəti hissəsində çalışacağım göstərim Starbucks'ın içərisini. Və mənim yaşadığım şəhər niyə dedim bayaq. Mən artıq İtaliyaya köçmüşəm Urfadan bir müddətlik fevral ayına qədər. İtaliyaya Erasmus'a gəlmişəm. Elə indi hal-hazırda laptopda Litvaya dönüş biletlərinə baxıram. Səyahət olarkən digər bir səyahətə. Fevral ayında Litvaya qayıdıram təzədən. Bura sentyabr ayında köçmüşəm. Varesiya Milana təxminən 40 kilometrlik bir məsafədə yerləşir. Kiçik bir şəhərdir. Dağlarla, Alp dağlarına əhatə olunur. Çox gözəldir. Və Litvada oxuyanlardan da əgər Erasmus'la bağlı kimisə sualı olsa Instagram səhifəmə yaza bilər təbii ki. Məmnuniyyətlə cavablamağa çalışaram. Yəni belə həyat gözəldir. Gəzdikcə daha da gözəlləşir, insanın dünya görüşü artır. Ona görə hər birinizə tövsiyə edirəm. Bu videonu da burada bitirmək qərarına gəlirəm. Məncə uzun bir vlog olacaq. Bilmirəm, yəni həddindən artıq çox video çəkmişəm. Çünki bu dəfə yəni səyahətimiz həqiqətən biraz plansız oldu. Yəni araşdırmağa vaxtımız olmadı. Məsələn, Romada hara getdik, Florensiyada hara getdik. Biraz random olmasını istədik. Və getdiyimiz yerlərdə də yetəri qədər məlumat vermədim. Çünki istədim biraz daha əyləncəli hissələrini çəkim səyahətin. Yəni belə, ona görə videonu burada sonlandırıram. Bilmirəm növbəti videonu neçə ay sonra çəkərəm, nə vaxt çəkərəm. Ona görə hər birinizə sağ olun istəyirəm. Əgər videonu bu hissəsinə qədər izlədinizsə, təşəkkürlər. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə dək.